Yox, belə deyim, indi bax müayinə elədim, mən nə gördümsə onu deyirəm və onun məlumatını verirəm. Yəni o dərəcə pis deyil. Və mənim xarakterimdə xəstəni nəyisə görə əməliyyata sürüklüyüm, nəyisə görə bir qorxuzum, yəni elə bir xarakterim yoxdur. Əməliyyat olunacaq bir durum olsa da normal şəkildə başa salıram ki, əməliyyat ola bilərsiniz. Təcili əməliyyatsa deyirəm ki, təcili olmalısınız. Təcili deyilsə də deyirəm ki, məsələn, bax bu 1 ay içərisində, 2 ay içərisində ola bilərsiniz, tamam mı? Yəni olmasanız sizə hər hansı bir şey olmaz, amma olsanız daha yaxşı olar. Yəni insanları qorxuzmaq etmək, yəni biraz o da deyil. Tamam, mən hər zaman deyirəm ki, pasiyent qismində və ya əməliyyat etdiyimiz, mən tübb bacılarına da deyirəm, mənlə əməliyyata girən assistentlərimə də deyirəm, o əməliyyat masasına uzanan və ya bizə müraciət edən hər bir xəstə anamız, bacımız, yoldaşımız ola bilər, tamam mı? Bütün pasiyentlərə o gözlə baxmaq lazımdır, tamam mı? Belə, o ki qaldı maddiyata, ruzunu verən Allahdır, tamam mı? Ruzunu verən Allahdır. İndi sizə 9 santim miyom deyiblər, 9 santim miyom həqiqətən çox böyük bir miyomdur. Bir də endoneziyada rak nəsə şey var, qaşımalıyıq, əkməliyik. Uşaqlığa cihazı qoyan kimi o 9 santim miyom bizim gözümüzə girməlidir, yəni o şəkildə deyim sizə. Yəni 1 santim, 2 santim miyom olsa deyərəm ki, hardasa gözdən qaça bilər, amma 9 santim miyom böyük bir miyomdur. Yəni bu cihazı hara fırlasan da, uzidən başı çıxanda, çıxmayanda fərqi yoxdur. Yəni o datçiki, o probu ora qoyan kimi onu görməlidir. Mən sizdə bir dənə heç 1 santim miyom belə görmədim, tamam mı? Və assistentim deyir, doktor deyir, kəsib nəyə deyir, əməliyyat edəcəkdilər. İndi mənə də maraqlıdır ki, nəyə çıxardacaqlar, bir də hamısını deyiblər çıxardaq. Hamısını ki, 34 yaşında hamısını çıxardaq. Dedi, çox da qanaxma verəcəksən, ona görə çıxarsan yaxşıdır, yoxsa belə... Lap qanaxma olsa da belə onun çözüm yolları var. Mirena var, implant var, yəni başqa yolları var. 34 yaşında bir qadının uşaqlığını niyə çıxardaq ki? 54 yaşın olsaydı və başqa problemlərin, ciddi problemlərin olsaydı, onda deyərdik, hə, uşaqlıq falan. Amma 34 yaşın hələ siz, belə deyim, bundan sonra elə birini də dünyaya gətirə bilərsiniz. 2 dənəsi var, Allah saxlasın.